Salam hörmətli müəllimlər. Kimya fənnindən sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün hazırlanmış nümunə sualların izahına baxaq. Birinci sualdan başlayaq. Sualda bizə 3 eyni həcmli qab verilib və bu qablarda maddələrin miqdarları verilib, qablara uyğun olaraq temperatur verilib və birinci qabda sürət verilib, ikinci və üçüncü qabda sürətlər verilməyib. Verilmiş maddələr arasında baş verən reaksiyanın temperatur əmsalı 2 olarsa, A böl B nisbətini hesablayın. Baxırıq ki, birinci və ikinci qabda maddələrin miqdarı dəyişməyib. Dəyişən nədir? Temperatur. Temperatur 20 dərəcə artıbdır. Temperaturun 20 dərəcə artması Van Hoff qaydasına görə temperatur əmsalını 2 veribsə, 2 üstü 2 yaza bilərik. Deməli, nə edəcək? 4. Mövcud olan sürət 4 dəfə artacaq. O zaman A'nın qiymətini 0.2-ni 4-ə vuranda 0.8 edər deyə 0.8 tapdıq. Daha sonra ikinci və üçüncü qabı müqayisə edəndə görürük ki, həm miqdarlar dəyişib, həm də temperatur dəyişibdir. Bu qapıdan giriş etmək bizim üçün biraz çətin olar. Ona görə gəlin birinci və üçüncü qabları müqayisə edək. Diqqət edin, temperatur dəyişməyib. Dəyişən sadəcə karbon monoksidin miqdarıdır. Karbon monoksidin miqdarı neyniyib? 2 dəfə artıb. Düzdür? O zaman bizim kinetik tənliyimiz var idi. Karbon monoksidin reaksiyasını yazsaq, alınacaq karbon qazı. Kinetik tənliyi yazanda V bərabərdir. K vurulsun qatılıq karbon monoksidin əmsalı üstü qüvvət və qatılıq oksigen. İndi diqqət edin. Biz əslində verilmiş miqdarları bura yaza bilmərik. Qatılıq yazmalıyıq. Düzdür? Ancaq C bərabərdir nü bölünsün V düsturunda qabların həcmi sabitdir da, konstant. Qabların həcmi sabitdirsə, elə verilmiş miqdarın dəyişməsini qatılıq dəyişməsi kimi götürə bilərik. O zaman oksigen sabit qalıbdır. Karbonun miqdarı 2 dəfə artıbsa, elə qatılığı 2 dəfə artmış kimi düşünsək, V bərabərdir 2 üstü 2 nə edər? 4. O zaman sürət 0.2 idi, 4 dəfə artacaqdır. Olacaq 0.8. A-nın və B-nin qiymətini tapdıq artıq. A böl B nisbətini istədiyi üçün 0.8-i 0.8-ə bölsək 1 alırıq. Doğru cavab A bəndi. Şüşə qab içində qaz halında olan iki fərqli rəngli maddə arasında tarazlıq reaksiyası baş verir. Başlanğıcda şüşədə yalnız A və B qazları var və rəng tünd yaşıl görünür. Zaman keçdikcə C maddəsinin yaranması ilə rəng mavi olur. Müəyyən müddət sonra bu rəng sabit qalır. Buna əsasən doğru ifadələri müəyyən edin. Rəng əgər sabit qalıbsa, müəyyən müddət sonra tarazlıq yaranıb ki, rəng sabit qalıbdır. Rəng dəyişməsinin sabit qalması sistemin tarazlığa çatdığını göstərir. Bəli, bu doğru ifadədir. Biz bunu buradan müəyyən etdik. Tarazlıq anında düzünə reaksiyanın sürəti əksinə reaksiyanın sürətindən böyük olur. Bu yanlış ifadədir. Tarazlıq anında biz bilirik ki, düzünə reaksiyanın sürəti əksinə reaksiyanın sürətinə bərabər olduğu andır. Əgər şüşəyə A qazı əlavə edilərsə, müəyyən müddət sonra qabda rəng daha mavi olur. Bu cümləyə diqqət etmək lazımdır. Müəyyən müddət sonra qabda rəng daha mavi olur deyirsə, bu doğru ifadədir. Niyə? Diqqət edin, əvvəl qabda A və B maddələri var idi, rəng tünd yaşıl idi. Müəyyən zaman sonra C maddəsi əmələ gəldi deyə qabda rəng mavi oldu. İndi düşünün ki, biz bu qaba A maddəsi əlavə edirik. Rəng nə olmalıdır? Tünd yaşıl olmalıdır, düzdür? Amma müəyyən müddət sonra sözü dediyi üçün A maddəsi biz qaba əlavə etdikdə sistem hara yönələcək? Sağa yönələcək, düzdür? Nə edəcək? Mavi rəngin alınma istiqamətinə yönələcək. Ona görə müəyyən müddət sonra rəng daha mavi olur cümləsi doğru olacaqdır. Şüşə qabı qızdırdıqda rəng tünd yaşıl olursa, bu reaksiyanın endotermik olduğunu göstərir. Tünd yaşıl sol tərəfdə idi, düzdür? Sağ tərəfdə mavi rəng idi. İndi düşünün ki, qızdırdıqda tünd yaşıl olursa, əksinə gedən reaksiya endotermik reaksiyadır ki, sistem sola yönəlib. Onda düzünə reaksiya eksotermik reaksiya olacaqdır. Bu yanlış cümlədir. Maddələrin tarazlıq qatılıqları uyğun şəkildə verilib, tarazlıq sabitinin qiyməti 20 olar deyir. Gəlin yoxlayaq. Reaksiyanı bilirik. KT-ni tapaq.
C bölünsün A vuraq B'dir. C'nin qiymətini necə verib? 1/2. A'nın qiymətini 0/2. B'nin də qiymətini 0/3 verib. 1/2-ni bölək 0/6-ya. Buradan da 20 alarıq. Deməli, bu ifadə də doğrudur. Tarazı sabiti sistemin temperaturu dəyişdikdə dəyişməz qalır. Bu yanlış cümlədir. Səbəb odur ki, endotermik və ya eksotermik reaksiya olmağından asılı olaraq temperaturu dəyişdikdə tarazı sabitinin qiyməti dəyişir. Ona görə doğru ifadə 1, 3, 5 olacaq. 1 litrlik qabda baş verən reaksiya zamanı tarazlıq anında qabda olan bütün maddələrin tarazlıq qatılıqları bərabərdir. Tarazlıq sabiti 1-ə bərabər olarsa, tarazlıq anında qabdakı maddələrin ümumi kütləsini qramla hesablayın. Gəlin reaksiyanı yazaq. 2 mol hidrogen, 1 mol oksigen və 2 mol su alınacaqdır. Bizə deyir ki, tarazlıq anında qabda olan bütün maddələrin tarazlıq qatılıqları bərabərdir. Hər birinin tarazlıq qatılığını A götürürəm, bərabərdir dediyi üçün. Və buradan diqqət edin, tarazlıq sabitinin qiymətini verib deyə 1 bərabərdir. A-nın kvadratı bölək, A-nın kvadratı vuraq A-ya. Buradan A kvadratları gedər. Nə qalar? 1 böl A 1-ə bərabərdir. A-nın qiymətini biz buradan 1 alarıqmı? A-nın qiymətini 1 aldıqsa, bu qatılıqdır. Kütlələrini tapmaq üçün tarazlıq anında qabda olan maddələrin mollarını tapmalıyıq. Nü bərabərdir C vur V düsturundan. Qatılıq 1-dir. Həcmi də 1 verdiyi üçün 1-i 1-ə vuranda elə 1 edir. Deməli, hər birinin molu 1 moldur. Bizim əlimizdə 1 mol su var, bu 18 qramdır. 1 mol oksigen var, 32 qramdır. 1 molda hidrogen var, 2 qramdır. Bunların cəmi nə edəcək? 20, o da 32, 52 qram. Doğru cavab C bəndi. Birinci və ikinci reaksiyalarda T1 temperaturunda sürətlər verilib və 70 dərəcədə sürətlər bərabərdir deyir. Reaksiya sürətinin temperatur əmsalı 2 və 4 verilibdir. T1 temperaturunu hesablayın deyir. Reaksiya sürətinin temperatur əmsalı birinci reaksiyaya görə 2, ikinci reaksiyaya görə 4 verilibsə, bu nə deməkdir? Birinci reaksiyada temperatur 10 dərəcə artarsa sürət 2 dəfə artar, ikinci reaksiyada isə sürət 4 dəfə artar deməkdir. Yox, əgər biz temperaturu artırmayıb azaltsaq 10 dərəcə, birinci reaksiyada sürət 2 dəfə azalacaq, ikinci reaksiyada sürət 4 dəfə azalacaq. Biz bu qaydanı bildiyimiz üçün bu qapıdan giriş edib sualı rahat həll edə bilərik. T1 temperaturunda sürət birində A, digərində 4A'dır. 70 dərəcəyə çatdıqda sürətlər bərabərləşibdir. İkinci reaksiyanın temperatur əmsalı 2 dəfə böyük olduğu üçün mən müəyyən edirəm ki, deməli temperatur azalıbdır. Və düsturu bu şəkildə yazıram. Delta V bərabərdir qamma üstü delta T bölək 10. İndi düşünün, temperaturu 20 dərəcə azaltsam, düşünün ki 90 dərəcə idi. Olub 70 dərəcə. Temperaturu 20 dərəcə azaltsam, o da temperaturun yerinə yazıram 20. 20-ni 10-a böləndə nə edir? 2. Temperatur əmsalı üstü 2 olacaq. O zaman bura üstü 2, burada üstü 2 yazdım. Buradan qiymət 4, buradan da 16 aldım. Düzdür? Bu nə deməkdir? Mövcud olan sürət 4 dəfə azalacaq. İkinci reaksiyaya görə mövcud olan sürət 16 dəfə azalacaq. O zaman A idi. Sürət olacaq A böl 4. Burada 4A idi sürət, 16 dəfə azalacaqdır. 4 ilə 16 gedir, buradan da nə qalır? A böl 4. A böl 4. Biz artıq deməli T1 temperaturunu müəyyən etmiş olduq. Hardan müəyyən etdik? Temperatur əmsalına görə müəyyən etmiş olduq. Həcmi 1 litr olan qabda azot hidrogenlə reaksiya girib amonyak alınıb. Reaksiyası üçün 2 mol azot, 2 mol hidrogen və 2 mol amonyak qarışdırılmışdır. Tarazlıq halında amonyakın miqdarı 50% artarsa, reaksiyanın tarazlıq sabitini hesablayın. Reaksiyanı yazaq. Azot hidrogenlə reaksiyaya girir, amonyak alınır. Başlanğıc tarazlıq sərf olunan miqdarları verilib. Gəlin miqdarlarını uyğun yerə yazaq. 2 mol azot verilib, 2 mol hidrogen verilib və 2 mol da amonyak. Tarazlıq halında amonyakın miqdarı 50% artarsa dediyi üçün biz elə bu qapıdan giriş edə bilərik.
Qabda əvvəldən 2 mol amonyak var idi. 50% artmağı nə deməkdir? Amonyakın 2 molunun yarısı qədər 50% artıbdır. Deməli 3 mol olub. 1 mol yeni amonyak əmələ gəlib ki, ümumi qabda 3 mol amonyak olub. İndi 1 mol amonyak əmələ gəlibsə, azotdan nə qədər sərf olunub, hidrogendən nə qədər sərf olunub? Gəlin onu müəyyən edək. Azotdan 1 sərf olunanda 2 əmələ gəlir. Hidrogendən 3 sərf olunanda 2 amonyak əmələ gəlir. 2 dəfə az əmələ gəlib. Deməli, sərf olunanları da 2 dəfə azaldaq. Bu olar 0,5, bu da olar 1,5. Sərf olunanları yerinə yazaq. 0,5, hidrogenda 1,5 sərf. Başlanğıcdan sərf olunanı çıxaq, tarazlığa yazaq. 1,5, burada 0,5. Bu tarazlıq mollarıdır. Bizə tarazlıq sabitini tapmaq üçün hər bir maddənin tarazlıq qatılığı lazımdır. O zaman həcmə bölək, tarazlıq qatılığına çevirək. Həcmi də 1 verdiyi üçün elə ifadələri 1-ə bölsək dəyişməyəcək. Ona görə elə verilmiş miqdarları biz qatılıq kimi götürək. KT bərabərdir 3-ün kvadratı bölək 1,5 vuraq 0,5-in kubu. 0,5-in kubu. Buradan 3-ün kvadratı 9, 1,5 vuraq 0,5-in kubu nə edər? 0 tam 1000-də 125. 0 tam 1000-də 125 də 8-də 1. O zaman 8 qalxar sürətə. 9 və 8-in 72. 72 bölək 1,5. Buradan da cavabımızı alarıq 48. Doğru cavab Y bəndi olur. Həcmi 1 litr olan qapalı qabda 100 qram hidrogen fluoridin 40% parçalandıqda tarazlıq yaranır. Reaksiyanın tarazlıq sabitini hesablayın. Hidrogen fluoridin parçalanma reaksiyasını yazaq. Hidrogen fluorid parçalanır hidrogenə və fluora. Reaksiyanı əmsallaşdırdıq. Başlanğıc, tarazlıq, sərf olunan yazdıq. İndi diqqət edin, bizə verilibdir 100 qram hidrogen fluorid. 1 molu 20 qramdır. 100-ü 20-yə bölərik, taparıq ki 5 mol hidrogen fluorid verilibdir. Başlanğıcda 5 mol hidrogen fluorid var. Bu 5 molun 40%-i parçalanıb. Neçə mol edir? 2 molu parçalanıbdır. O zaman sərf olunan 2 moldur. 2 mol sərf olunanda hərəsindən 1 mol alınır. Alınanları da tarazlığa yazdıq. 5-dən ikisi sərf olunubsa 3-ü də artıq qalır. Bunlar tarazlıq mollarıdır. Biz nə edəcəyik? Tarazlıq molunu həcmə bölüb tarazlıq qatılığını tapacağıq. Həcmi də 1 verdiyi üçün bu ifadələri 1-ə böləndə dəyişmədiyi üçün elə biz bunları qatılıq kimi götürə bilərik. Gəlin reaksiyanın tarazlıq sabitini tapaq. KT bərabərdir 1 vuraq 1 bölək 3-ün kvadratı. 3-ün kvadratı. Burada nə edər? 1 bölək 9. Doğru cavab A bəndi. 2 litrlik qabda 1,5 mol azot və 3,6 mol hidrogen arasında reaksiya 60 saniyədə axıra qədər gedir. Reaksiyanın azota görə sürətini hesablayın. Reaksiya axıra qədər gedir deyirsə, başlanğıc maddələrdən biri qurtarana qədər reaksiya gedəcəkdir. Reaksiyanın azota görə sürətini hesablayın deyirsə, azota görə sürəti tapmaq üçün azotun sərf olunan molunu bölməliyik. Həcmi vuraq zamana. Diqqətli olmaq lazımdır. Azot 1,5 mol verib, hidrogen 3,6 mol. Əgər azotun 1,5 molun hamısı sərf olunarsa bu düsturda yerinə yazacağıq. Yox, hamısı sərf olunmazsa sərf olunan molunu tapıb düsturda yerinə yazmalıyıq. Azot hidrogenlə reaksiyaya girir, amonyak əmələ gəlir. Biz bilirik ki, azotdan 1 sərf olunanı hidrogenden 3 sərf olunur. Hidrogeni nə qədər verib? 3,6. Hidrogendən 3 sərf olunanda azotdan ondan 3 dəfə az 1 sərf olunur. Onda 3,6 veribsə 3 dəfə az nə eləyəcək? 1,2 mol sərf olunur. Yəni 1,5 mol verib 1,2 molu sərf olunacaq. Biz ona görə düsturda sərf olunan azotun molunu yazacağıq. 1,2 bölək, həcmi verib 2 litr, zamanı da 60 saniyə veribdir. Vuraq 60-a. Buradan alacağıq 0,1. Doğru cavab B bəndi. Və yaxud da siz nə edə bilərsiniz? Hidrogenə görə sürəti taparsınız və hidrogenə görə. Amma diqqətli olmaq lazımdır. Yenə də verilmiş miqdarlara diqqət edəcəksiniz. Əgər hidrogen tam sərf olunduğuna əminsinizsə, 3,6 mol tam sərf olunub deyər.
həcmi verib 2, zamanı da 60 saniyə. Buradan alacaqsınız nə? Deməli 3/6 bölək 120-yə. Buradan 0,3 alarıq. Hidrogenə görə sürəti nə aldıq? 0,3. Bu 3 olanda sürət. Bu 1-dir. 0,3 olanda bunun sürəti necə olacaq? Yenə 0,1 almış oluruq cavabı. Cədvəldə amonyakın alınma reaksiyası verilibdir və maddələrin tarazlıq qatılıqları verilib. Başlanğıc maddələrin ilkin qatılıqlarının cəmi 8 olarsa, tarazlıq sabitini hesablayın. Reaksiyanı yazaq. Azot üzərinə hidrogen gəldik və amonyak alındı. Başlanğıc, tarazlıq, sərf olunan qatılıqları verilib. Gəlin yazaq. Azotun tarazlıq qatılığı A, hidrogenin tarazlıq qatılığı A, amonyakın tarazlıq qatılığını 2 veribdir. Tarazlıq qatılığını 2 veribsə, biz başlanğıc maddələrin sərf olunma qatılıqlarını tapa bilərik. 1-in, 3-ün 2-yə nisbətdə olduğu üçün azotun sərf olunma qatılığı 1, hidrogenin sərf olunma qatılığı 3 olar. Uyğun yerə yazaq. 1-in 3-ə başlanğıc qatılıqları tarazlıqla sərf olunmanın cəminə bərabər olduğu üçün azotun başlanğıcı A üstə gələk 1, hidrogenin başlanğıcı isə A üstə gələk 3 olacaq. A üstə gələk 3. Bu cümləyə diqqət edin. Başlanğıc maddələrin ilkin qatılıqlarının cəmi 8-dir deyir. Başlanğıc maddələrin ilkin qatılıqlarının cəmi 8-dir deyirsə, o zaman A üstə gələk 1, üstə gələk A üstə gələk 3. Bunların cəmi 8-dir. 2A üstə gələk 4 bərabərdir 8-ə. 2A bərabərdir 4-ə, A bərabərdir 2-yə. A-nın qiymətini 2 tapdıq. Yazaq bura 2, burada 2. Nə istəyir bizdən? Tarazlıq sabitini hesablayın. Biz tarazlıq qatılıqlarını bilirik artıq. Buradan KT bərabərdir 2-nin kvadratı bölək 2 vurulsun 2-nin kubu. 2 vuraq 2-nin kubu. Buradan kvadratı ilə kubu gedər, 4-də 1 alınır. Bu da 0,25 edər. Doğru cavab Y bəndi. 4 litrlik qapalı qabda hidrogen və oksigen arasında baş verən reaksiya zamanı 30 saniyə müddətində sərf olunan oksigenin kütləsi sərf olunan hidrogenin kütləsindən 56 qram çox olur. Bu müddətdə reaksiyanın oksigenə görə sürətini hesablayaq. Reaksiyanı yazaq. Hidrogen, oksigen, alınacaq su. Və standart reaksiyada baxaq ki, 4 qram hidrogen sərf olunarkən 32 qram oksigen sərf olunur. Kütlə fərqi nə qədərdir? 32-dən 4-ü çıxdıq, 28 qram fərq var. Fərq. Məsələnin şərtində 56 qram fərq verib. Düzdür? Oksigenin kütləsi sərf olunan hidrogenin kütləsindən 56 qram çox olur şərti veribdir. 56 qram çox verib fərqi bizə. Fərqi 2 dəfə çox verib. Düzdür? O zaman sərf olunanlar da 2 dəfə çox alacaq da. 32 yox, 64 qram sərf olunacaq. 4 yox, 8 qram sərf olunacaq. Artıq görürsünüz, fərqi 56 aldıq. İndi bizdən nə istəyir? Oksigenə görə sürət. Oksigenə görə sürəti tapmaq üçün oksigenin molunu bölməliyik, həcmi vuraq zamana. Oksigenin molu nə qədərdir? 64 qramdırsa 2 mol deməkdir. Düzdür? 2 mol. O zaman molun yerinə yazaq 2, həcmi də 4 veribdir. 4. Vuraq. Zamanı da 30 saniyə verib. Burada diqqətli olmaq lazımdır. Sürətin vahidinə diqqət edin. Dəqiqə ilə yazmalıyıq. 30 saniyəni də 60-a böləndə 0,5 dəqiqə edir. Düzdür? Burada 0,5 yazaq. O zaman 2-ni 2-yə böləndə nə edir? 1. Doğru cavab D bəndi. Hidrogenin xlorla reaksiyasından H-xlor alınıb, hidrogenin başlanğıc qatılığını verib, xlorun başlanğıc qatılığını verib. Tarazlıq halında başlanğıc maddələrin tarazlıq qatılıqları bərabər olarsa, A böl B nisbətini hesablayın. Reaksiyanı yazaq. Hidrogen xlorla reaksiyaya girib, H-xlor alınıb, başlanğıc, tarazlıq, sərf olunan qatılıqları verib yazaq yerinə. Hidrogenin başlanğıc qatılığını A verib. Xlorun başlanğıc qatılığını B veribdir. Hidrogendən nə qədər sərf olunur? Bilmirik. Xlordan da X götürək molları nisbətində. H-xlordan da 2X alınacaq. O zaman hidrogen və xlordan nə qədər artıq qalır? Başlanğıc A sərf olunub X. A çıxaq X qədər artıq qalıb. Xlordan da
B çıxaq x qədər artıq qalıb. Diqqət edin, tarazlıq halında başlanğıc maddələrin tarazlıq qatılıqları bərabərdir dediyi üçün biz bura bərabərlik yaza bilərik. Artıq bu ifadəni həll edək. A çıxaq x bərabərdir. B çıxaq x yazsaq, x-i sağ tərəfə keçirsək, müsbət qiymət alır deyə A bərabər olur B-yə. Artıq biz buradan A B-yə bərabərdirsə, deməli bunların qiymətləri bir-birinə bərabərdir deyə birin birə nisbətdə olacaqdır artıq. Doğru cavab C bəndi.